Aziz TV kanalına abone olun. Kanalı beğenmeyi unutmayın. Məhkəmə məlumdur ki, saat 4'də olmalı idi. 4'ə təyin olunmuşdu. Amma bütün bunlara baxmayaraq biz artıq 2 saata yaxındır ki, gözləyirik burada. İndi vəkil çıxdı, açıqlama verdi ki, məhkəmə təxirə salındı qeyri-müəyyən vaxta. Vaxtı da demədi. Mən şəxsən vaxtı soruşdum ki, nə vaxta qaldı? Vaxtı da demədi. Dedi ki, vaxtı mənə də məlum deyil. Elnur Şükürovun özünə deyiləcək məhkəmə nə vaxta qalıb. Və plus mən nə üçün qalıb mən soruşanda dedi, o rəy haqqında, Elnur Şükürov haqqında müəssisənin verdiyi rəyə mülahizə istəmişdi hakim. İndi həmin mülahizə ilə tanış olmaq üçün zaman istədi ki, mən yəni mülahizələrlə tanış olaq, ya prokuror da tanış olsun, biz də tanış olaq. Sonra məhkəməni qeyri-müəyyən vaxtda keçirməyi məsləhət bildi. Ona görə mən bura gələn Elnur sevərlərin hər birinə sağ ol deyirəm, çox sağ olun, Allah razı olsun. Gələn ayaqlarınız var olsun və Allah Teala'dan arzum odur ki, bütün məhbusların qapısını Allah açsın. Yəni belə haqsız yerə, ədalətsiz yerə, indi saxlanılanların hər birinin Allah Teala qapısını açsın. Hər kəsə Allah'tan arzum odur ki, tezliklə də öz arzusuna çatsın inşallah. Bizim qardaşlarımız, hamısı bizim yaxınlarımızdır, bacılarımız, qardaşlarımız. Onlardan çox çöldəkilər narahatdır, vallahi əzabı çöldəkilər çəkir. Ona görə mən Allah'tan bir daha arzu edirəm ki, tezliklə Allah Teala bu əziyyətdən, bu zəlalətdən hər kəsi xilas eləsin, qutarsın inşallah. Ümidvaram ki, inşallah ədalət qələbə çalacaq, ədalətli qərarlar qəbul olunacaq. Bu yaxın gələcəkdə o sadaladığımız, o narahat olduğumuz adamlara biz qovuşacağıq inşallah. Sağ olun, Allah razı olsun.